1988-ci ildə o məlum səbəblərdən biz Azərbaycana gəlmişik. Mən 2-ci qrup Qarabağ əlli, qardaşım Qədirov Mahir 1992-ci il noyabr ayında vətənin dar günündə vətənin mübarizəsinə qalxdı. Füzuli bölgəsində vuruşmuşdu. 66-cı il təvəllüdlü, 93-cü ildə kəşfiyyat dəstəsində xidmət eləmişdi. 94-cü ilin yanvarın 15-də ermənilərlə Əlbəxət döyüş zamanı şəhid olmuşdur. Subay idi, Azərbaycan azad görmək istəyirdi. Özü üçün çox böyük yazıçılığa meyilliyi var idi, şariyə meyilliyi var idi. Azərbaycanı müstəqil görməkdə, azad görmək istəyirdi. Vətən üçün elə can verməyə hazır, vətən üçün də canını verdi. Mən də, qardaşım Mahir də biz hər ikimiz də Füzuli bölgəsində ermənilərə qarşı vuruşurduq. Hərbi hissələrimiz ayrı idi. O məndən zirək olduğuna məni tez-tez gəlib yoxlayırdı. Və mənə deyirdi ki, sən çalış özündən müğayət ol.